nədir? Ha ədatı. Biz bilirik ki, ha əmr ədatıdır. Bilirəm, yaddan çıxıb. Bir də qüvvətləndirici ədatdır. Bilirsən, lap yaxşı. Ha ədatı nəqli cümlədə də ola bilər. Əmr cümləsində də ola bilər. Bax, bugün dərsə gələrsən ha. Əgər fe'l, bunu hardan biləsən sən? Bu qüvvətləndirici ədatdır, yoxsa əmr ədatıdır? Gələrsən ha. Buradakı ha qüvvətləndirici ədatdır. Deyəcəksən niyə müəllimə? Çünki fe'lin xəbər şəklindədir. Əgər cümlədə fe'lin əmr şəklindədirsə və ha ədatı işlənibsə, olacaq əmr ədatı. Yox, digər şəkillərdədirsə, xəbər də ola bilər, arzu, lazım, vacib, şərt fərqi yoxdur. Digər şəkillərdədirsə və ha ədatı işlənibsə, qüvvətləndirici ədat olacaq. Məsələn, bugün dərsə gələrsən ha. Bu olacaq qüvvətləndirici ədat. Bir də deyirəm ki, bugün dərsə gəl ha. Bu artıq əmr ədatıdır ha, burada. İzah eləyə bildim? Ha-nı bir dənə fərqləndirmə.